Bəli, bəli. İlham Əliyevin, Mehriban Əliyeviyə daha doğrusu istəyirəm hansını, ya prezident aparatına, ya prezident administrasiyasına inşallah gedib, inşallah o əlizlərlə bunu çatdıracağım inşallah flaşkanı Allah görsün inşallah. Mesela şu nə demək istəyirsən bunu? Bu klub, bu belə klub təpərəcək. Fikir var. Flaşkanı. Yani buyur, tanış. Ha burada globsuz əl, yəni insanlarda elədir, yer kürəsi. Burada nə idi? Deyək, zənci idi, şəkildən götürürsən. Amma o zəncini silmirsən, nə edirdi o zənci? Çörəyi palçıqlı, yəni nohur suyuydu, palçıqlı su ilə yeyirdi. Allahın endirdiyi ilə hökm et buyurulub. Burada məsələn, Maidə surəsi 5-ci surənin 44-cü, 45-ci və 47-ci ayələri. Nömrələri yazmışam. Məsəl üçün, Allahın endirdiyi ilə hökm etməyənlər fasiklərdir. Allahın endirdiyi ilə hökm etməyənlər zalimlardır. Allahın endirdiyi ilə hökm etməyənlər kafirlərdir. Ayələrdə buyurulur. Maidə surəsi. Mən demək istəyirəm ki, o İlham Əliyev böyük adamda, yəni o mənimdir ki, böyük məsuliyyəti var. Yəni o həqiqətən də elə bir Allah tərəfindən seçilmiş bir adamdır ki, yəni o insan o dəmir yumruq deyir, sonra yəni boş yerə deyil, o bir sözlə nə demək istəyir? Hər şeyin bir mənası var. O gözəl, mehriban adamdır. Yəni ki, Mehriban Əliyeva da Allah onlar bir-birinə çox görməsin. Allah çox görmür, çünki keçsin ara. Yəni demək istəyirəm ki, hər kəsin nə qədər ömrü var, Allah yazır. Qorxmayılan Əliyev Əliyev yeşin olan deyil. Sonra demə, yəni ki, onun varlığı vacib bir müsəlmanlar üçün vacib. Məsəl üçün, sonra nə vacib bilirsən? Allahın endirdiyi ilə hökm et ayəsini, məsəl üçün, hamıya aiddir də. Bu, hətta Peyğəmbərlərə aid. Yəni, kitablar da Peyğəmbərlər gətirəndə, oxuyanda demiş ki, mənə aid deyil. Götürün, siz oxuyun. Allahın endirdiyi ilə hökm etmə, məsəl üçün, bundan qabaq paylaşdığı, məsəl üçün, yəni, Quran ayələrini, yəni, təşkil etmək olmaz. Bəli, məsəl üçün, vacib olan bir şey o ki, kasıbların, imkansızların, daha doğrusu, imkansızların, imkanı olanların üzərində, malında haqqı var. İndi, bax, bu nəyə gətirib aparsan? Yəni ki, deputatlar, nazirlər var, məsəl üçün, məsələn, Misir Mərdanovu bilirəm, sonra Ramin Yusubov, 100%, yəni, o birisi sosialın müdürü, naziri demək istəyirəm. Mən müdürdür da, yəni, böyük bildirmək üçün, yəni, başçı olduğunu bildirmək üçün nazir deyil. Axı ki, bu adamlar vəzifəsi olan adamlar öz vəzifələrindən sui-istifadə edib, xalqın malını yeyiblər də. İndi hansı nə qədər var, hamısını İlham Əliyev, Allahın endirdiyi ilə hökm edərsə əgər, onda cənnətə girəcək. Necə etməlidir onu bildir öz adından. Öz adından bildirəmirəm, bu gün danışa bilmirəm. Onda mən sənə deyim, sən təkrarla. Təkrarlı edilməyəcəm, mən soram. Onda deyil, qorxursan, yox. Mənə sən deyil, yaxşı, İlham Əliyev, siz özünüz qarşı mələkdir danışan. Nazirlər, deputatlar, başda olmaqla nə qədər korrupsiya ilə məşğul olmuş, korrupsiyada qəhrəmanlıq göstərmiş digərlərini İlham Əliyev özü bilirsən, fikirləşmək üçün yazır.
Yaxşı qoydum. Digərlərinin başında öz dəmir yumruğunu sanki geydirirmiş kimi fikirləşirsən ki, nə deyirəm? Başında. Başın olmalıdır mənim. Yaxşı. Başına geydirirmiş kimi xalqa zülm edən və pul kisəsini böyüdüb cəhənnəmli olan adamlar əgər müsadirə olunmasa öz xoşluqlarına verən deyirlər. İlham Əliyev özü də cəhənnəmə gedəcəksiniz. Allah eləməsin. Allah eləmir ki. Allah əvvəl bildirir də, bu ayə necəydi? O ayədə elə Allah Taala buyurur ki, peyğəmbərlər vasitəsilə peyğəmbərlər ona görə ki, yəni kitab Allah yəni bildirir, buyurur, yəni əgər əməl etməsələr, yəni ona görə ki, Allah əvvəl bildirir, ondan sonra salır da cəhənnəmə. Bu belə, düz edin. Sonra nəyin əlcədə susmaqdan danışmaq? Deyək, dincəlim. Nələr? Deməli, onu demək istəyirəm ki, Allaha qurbanım. Axı sən buyurdun, bildirdin ki, Allahımız istəyir ki, müharibə edək. Məsəl üçün, insanlar oxu bu ayəni. Oxu, ey iman edənlər, sizə nə oldu ki, Allah yolunda döyüşə çıxın, deyildikdə yerə yapışıb qaldınız. Yoxsa axirətdən vaz keçib dünya həyatına razı oldunuz. Allah yolunda döyüşə çıxın. Halbuki dünya malı, axirət malına, axirət yanında düz oxuda. Halbuki dünya malı, axirət yanında yalnız cüzi bir şeydir. Ey möminlər, ağırlı, yüngüllü, hamınız cihada çıxıb, malınız və canınızla Allah yolunda vuruşun. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir. Bildirseniz, bunu adlarını paylaşın. Davay. Söndür. Ay mələ. Yaxşıdır. Öz iradə azadlığın var, ondadır. Məsəl üçün, burada yazılıb, ayənin nömrəsi mı düşmür? Mənim namazım da, ibadətim də, həyatım da, ölümüm də, aləmlərin Rəbb olan Allaha yönəlir. Onun heç bir şəriki yoxdur. Mələk, bu müsadirə eləsələr, İlham Əliyevin üzərinə düşən məsuliyyətdir də, o işi görmək. Mən gəlib müsadirə eləyənlərim ki, özləri də vermirlər də, möhkəm yapışıb o, xalqdan uğurladı, çapıb saladıqları, pulu qoyurlar banklarda, xaricdə, orada, burada. Yəni, tövbə eləmək, yaxşı, əvvəl təklif oluna ki, özünüz ver bunu. Amma verən deyirlər, müsadirə eləməlidir onlar.